Nəzmi doktor, salam. Salam. Mən sizə yenə daha çox verilən sualları ünvanlandırmaq istəyirəm. Buyurun. Doktor, abdominoplastik əməliyyatından sonra hamilə qalmaq olarmı? Təbii ki, abdominoplastik əməliyyatından sonra hamilə qalmaq olar. Çünki biz uşaqlığa müdaxilə etmirik. Sadəcə qarın hündüvarının rəzələsini yığırıq, qarnın sallanmış dərisini yığırıq və əməliyyatımızı yekunlaşdırırıq. İkinci sual. Abdominoplastik əməliyyatından sonra nə zaman sallanma ola bilər? Abdominoplastik əməliyyatından sonra bu səbəblərdən sallanma ola bilər. Əgər pasiyent çox kökəlib aralayarsa, pasiyent artıq çəki verərsə və pasiyentdə hamiləlik baş verərsə, təbii ki də sallanma olacaq. Və yekun sual, abdominoplastik əməliyyatı ilə yanaşı olaraq liposaksiya etmək mümkündür? Təbii ki, abdominoplastik əməliyyatına yanaşı liposaksiya etmək mümkündür. Ancaq abdominoplastik əməliyyatı zamanı toxunulmaz nahiyyə mədə üstü nahiyəsidir və qarın hündüvarı toxunmasının liposaksiyasıdır. Sadəcə qarın kənarında, taler nahiyəsində liposaksiya əməliyyatı icra etmək olar. Təşəkkür edirəm. Təşəkkür edirəm.